Aleyküm. Bütün Azərbaycan xalqını salamlayıram. Zəlzələ ilə bağlı fövqəladə mənə etdikdir. Allah köməkləri olsun. Amma mənə nə su çəkilmədi, nə qaz çəkilmədi. İmkanım yoxdur suyumu, qazımı çəkməyə. Çox-çox xahiş edirəm imkanlı şəxslərdən mənə köməklik eləsinlər suyumu, qazımı çəkməyə. Bir də burada mənim qapı yerim yoxdur, yolum yoxdur. Bax burada qalmışam əlləşə-əlləşə, gəlmirlər. Mənə bir yol vermir. Qaz idarəsi, qaz torbasını burada kəsib. Mənə yol vermir. Getmişəm qaz idarəsinin müdürünü yanına ki, gəl, padratçı göndərin, gəlsin. Mənə bir qapılıq yer versinlər. Mənə qayıtıb deyir ki, rusum ödəməlisən. Əgər rusum ödəməsə, sənə qapığa polis göndərəcək. Öz başına bu qaz torbasını kəsib, sən padratçını gətirib yol alsın, sənə qapığa polis göndərəcək. İmkanım yoxdur. Pis vəziyyətdə qalmışam. Deyir, bura açıq hər yer, çəl-çəpər. Pis vəziyyətdə dolana bilmirəm. İşim yoxdur. İsmail rayonunun məşğulluq idarəsi də, nə kamarxoz idarəsi də mənə iş vermir ki, işləyim. Bax, burada qalmışam. Bu qaz torbasını kəsib, mənə bir qapı yeri qaz idarəsi vermir. Məndən rusum istəyir. Deyir, əgər mən rusumu ödəməsin, öz başına eləsin, qapığa polis göndərəcəm. İmkanlı şəxslərdən çox-çox xahiş edirəm. Mənə köməklik eləsinlər. Bu qapı qoyulsun, mənim üçün qapı yeri açılsın. Çox xahiş edirəm. Bir də suyumu, qazımı çəkməkdə mənə köməklik eləsinlər. Evi tikdi, fövqəladə Allah kömək olsun, Allah razı olsun. Amma yəni, nə su çəkilmədi mənə, nə qaz çəkilmədi, nə hamam, nə ayaq yolu da tikmədilər ki, layihədə yoxdur. Bax, belənçi. Bax, buradan qalmışam, belənçi, pis vəziyyət, torbanın üstünə keçəndə yıxılıram, ayağım əzilir. Belənçi. Xahiş edirəm, çox-çox imkanlı şəxslər mənə köməklik eləsinlər. Kimin nəyə imkanı çətir, gedim rusum ödəyim qaz idarəsinə, gəlsin mənə torbanı kəssin. Bir əl qapısı belə yol versinlər. Yoxsa vermirlər. Rusum deyib, dirənibdir. Qaz idarəsinin müdürü. Mənə də polislə də hədələyir ki, öz başına padratçı aparıb kəsirsən, sənin qapığa polis göndərəcəm. Nə də suyum yoxdur deyə, orada işlətməyə, içməyə də deyə, orada dərənin suyu axır. Dərədən götürəm. Ördəklər içində gəzir. Qazlar içində gəzir, bulaşıq su. Belə pis vəziyyətdə də xahiş edirəm. Mənə köməklik eləsinlər. İndi də çəkib göstərirəm ki, mən suyu hardan götürürəm. O baxsın hamısı ki, yəni çoxları mənə inanmırlar, elə bilirlər, yalan danışıram. Yəni bax, bax burada. Bu kanalizasiyanın suudur. Bax, burada. Bulaşıq yerlərdən gəlir, içində ördəklər, içində qazlar, cəmaatın ördəyi, qazı. Burada üzür, mən də bax, içməyə də, işlətməyə də, paltara da bu sudan gətirəm. Suyum yox, qazım yox, soğuqdan doğuram, odun almağa imkanım yox. Belənçi, heç yerdən də mənə köməklik eləmirlər İsmail rayonundan. Mənə bir xadiməlik də olsa İsmail rayonunun nə kamarxoz idarəsi, nə də məşğulluq idarəsi iş vermirlər. Bax, pis vəziyyətdə imkanlı şəxslərdən kömək istəyirəm ki, mənə köməklik eləsinlər, qazımı, suyumu çəkməyə, bir də oradan yol açılsın, mənə bir qapı qoyulsun. Xahiş edirəm.